22 noyabr Qətərdə UFC döyüş gecəsi olacaq. Gecənin əsas qarşılaşması Arman Sarukyan və Dan Hooker arasındadır. Biz isə ənənəyə sadiq qalaraq döyüşü təxmin edəcəyik. Dan Hookerin peşəkar karyerasında 24 qələbə və 12 məğlubiyyət var. Bu adamın karyerasında demək olar ki bitiriş yox. Qalib olduğu döyüşlərin demək olar ki hamısında xal üstünlüyü ilə qalib olub. Dustin Poirier, Michael Chandler, İslam Makhachev və Mateus Gamrot kimi nüfuzlu adlarla qarşılaşıb. Döyüş üslubu məhz ayaq üstədir. Arman Sarukyan isə peşəkar karyerasında 22 qələbə və sadəcə 3 məğlubiyyət var. Bu döyüş haqqında fikrimcə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Döyüşü təxmin etməli olsam, Arman Sarukyan bu döyüşü yerdə ya texniki nokautla ya da submissionla bitirəcək. Dan Hookeri demək olar ki heç kim xal hesabı ilə məğlub etməyib. Ya nokaut ediblər, ya da submission ediblər. Dan Hookerin boksu Arman Sarukyana görə daha yaxşı ola bilər. Ancaq nokautluq zərbəsi olmadığına görə Arman Sarukyanın bir o qədər də əziyyət çəkəcəyini düşünmürəm. Fikrimcə Arman Sarukyan Dan Hookeri yer alacaq və yerdə bitirəcək. Hər bir halda bu döyüşdür. Nəticə hər zaman dəyişən ola bilər. Odur ki, sağlıqla qalın.